Bir nəfər desə, ya Əli mənə kömək elə, eyni tövhiddir. Niyə? Necə ki deyir, ya həkim mənə kömək elə, eləcə deyir, ya Əli mənə kömək elə, ya Hüseyin mənə kömək elə. Ay şoför, hara edirsən əzbəyə, mənə apar. Şirk elədi bu, xeyr. Ya Hüseyin, mənə övlad ver. Şirk elədi, harası şirkdir bunun? Əvlə ləkə fəəvlə. Vay sənin halına, vay. Thumma əvlə ləkə fəəvlə. Yenə də vay sənin halına, vay. Rəbbiniz dedi, mənə dua edin, mən də sizə cavab verim. Həqiqətən mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. Darda qalan kimsə, yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yeryüzünün varisləri edən kimdir? Allah onların qoşduqları şəriklərdən ucadır. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir. De ki, mən yalnız öz Rəbbimə dua edirəm və kimisə ona şərik qoşmuram. Allahdan başqa heç kəsə dua etməyin. Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid sayıb ona dua edin.